Salam Özgün, xoş gördük, xoş gəlmişsən. Bizim belə deyək, ilk podkastımızdır, interyer və memarlığa aid ilk podkastımızdır və ilk qonağı da sənsən, birinci qonağı. Bunun yaranma səbəbi Azərbaycanda və dünyada olan memarlıq trendlərinin öyrənilməsi, yenilərə belə deyək, öyrənilməsi və Azərbaycana təqdim edilməsidir. Bu da Line Design, mənim yaratdığım Line Design studiyanın da belə deyək, Design studiyanın təqdimatı əsasında olacaq. Birinci sualında ondan ibarət olacaq. Dizayn nədir? İnteriyer dizayner kimdir? Salam, çox sağ ol, çox təşəkkür edirəm. İlk qonaqlara da məni dəvət etdiyiniz üçün sənə ayrıca təşəkkür edirəm. Çox sağ ol. İnşallah uğurlu layihə olar, davamlı olar, axarlı olar. İnteriyer dizayn çox geniş bir sahədir. Yəni biz hər ikimiz bu sahənin içində olduğumuz üçün illərimizi vermişik də belə deyək bu sahəyə. Amma həmişə daimi olaraq yenilənən, yəni hər gün yenilənir bu dünya üzrə. Ona görə çox geniş bir sahədir, çox geniş bir auditoriyanı aid edir. Çünki insanlara belə deyim, nə qədər yeni fikir varsa, nə qədər yeni bir layihə varsa, o qədər də yeni bir dizayner var. Nə qədər dizayner varsa, o qədər fərqli bir düşüncə var, o qədər fərqli yanaşma var. Trenddə olan, təbii ki, trendi izləmək lazımdır. Trendi belə deyim də, trendin arxasınca getmək lazımdır. Müəyyən bir məlumatlar olmalıdır ki, hər il yenilənən məsələn rənglərdir, filandır. Yəni bunların əsasında üslublardakı dəyişiklikləri ən azından dünyada olanları Azərbaycanda da tətbiq eləmək. Çünki yəni bilirsən də müəyyən qədər bizdə biraz gec, yəni indi daha çox üslublara gəlib çıxarılır. Dizaynerlər tərəfindən müəyyən bir istiqamət veriləndən sonra bizdə Azərbaycanda biraz bu interyer dizayn sahəsinə mövqe dəyişilməyə başlayıb. Ki, yəni biz də bunu neçə illərdir, bir hardasa mən 15 ildir hazırda bu sahənin içində olduğum üçün daha əvvəlki olan münasibətlə indiki münasibətin arasında fərqlər var, hiss olunur. Yəni, əvvəl daha yanaşma başqa cür idi bizim müştərilər tərəfindən. Amma yavaş baxsan ki, müəyyən bir dəyişikliklər var. İnsanlar nə istədiklərini də müəyyən qədər bilirlər ən azından. Yəni məlumatlıdırlar, belə deyək, məlumatlıdırlar. Yəni, dizayn sahəsi geniş sahədir. Çox danışmaq olar, çox şeylər danışmaq olar bu haqqında. Elə yaxşı vurğuladın, təxminən belə deyək. Mənlə sənin hardasa bir ortalama bir 10 il dostluğumuz, 10 il yoldaşlığımız var. Elə bir dizayn sahəsindən biz belə deyək, toxuşmuşuq, görüşmüşük. Belə deyək, o vaxt məsələn belə bir məsələ var, sırf memarlıq, rəssamlıq, heykəltaraşlıq, ümumiyyətlə bu incəsənət sahəsinə aid olan bir məsələdir. Deyirlər ki, memarların və rəssamların, dizaynerlərin üçüncü gözü olmalıdır. Sıradan bir adi vətəndaşın görmədiyini memar və ya dizayner görməlidir. Və 10 il bundan qabaq ki, məsələn bir onu qeyd edeyim. Məsələn tutalım ki, dünyada MDB ölkələrin içərisində Ukrayna və Qazaxıstan daha çox inkişaf edib interyer sahəsində. Tutalım ki, interyerdə gizli qapı sistemi. Məsələn üçün Ukraynada və ya Avropada bu məsəl üçün var 2010-cu ildən. Məsəl üçün, Azərbaycan gəlir, məsələn, 2014-2015-ci ildə. Biz necə edə bilərik ki, onunla ayaqlaşa bilərik? Bəzi razıyam, düzdür, məsələn, elə müştərilər var ki, göstərirsən, başı salsan, texnik tərəflərini göstərirsən, bunun belə deyək, funksionallarını anladırsan, deyir, yox, məni qane edəmir. Neoklasik deyilən bir stillə, klasik deyilən bir stili və Provansı qarışdırırlar. Müştəri var ki, məsələn üçün deyir ki, neoklasik stilin sonunda qayıdır Rus Provansına. Sovetin belə lefkalı, qızılı bir şeylərinə qayıdırlar. Yəni onu yaşamış biri olaraq indi sən o haqqında bir danışım icazə verirsən sadəcə. Bu əlbəttə ki, buyurun. Deməli biz hardasa 7-8 il olar da yəqin ki, bəlkə də 2018, 2017, 2018 təxmini belə bilirlərdi. Bizdə bir iş olmuşdu, bir müştəri idi, bir kvadrat hardasa 200-ün üzərində bir 250 yaxın kvadrat ev idi. Onunla görüş keçirdik. Müştəri bizə neoklasik
üslubda bir dizayn istədiyini bildirdi ki, mən neoklassik istəyirəm. Biz də tamam dedik. Amma bizim orada səhvimiz nə olmuşdu? Məsələn, biz müştəri ilə mood board falan, yəni nümunə əsasında heç bir iş görmədik. Biz müştəri ilə neoklassik dediyi üçün biz də o üslub olaraq işlədik. Bu təbii ki, indi bu 200 üzərində olan bir işi işləmək üçün bir ay vaxt lazımdır da biz üçün. Bir ay müddətində biz işləyirik, müştəriyə də yəni o müddətdə bir şey göndərməmişik və bitəndən sonra bütün dizaynı, yəni full albom olaraq göndərdik, müştəriyə göstərdik. Müştəri heç ayağından çıxmır o. Mənə zəng elədi, dedi ki, qardaş, özü belə qardaş, çox gözəl, mükəmməl, əla bir layihə alınıb. Amma deyəndə belə tutuldum ki, amma nə? Amma bu mənim istədiyim bir yəni ev deyil, üslub deyil, forma deyil. Bir ay vaxtı sərf olunur. Bir ay vaxtda işləmişik. Yəni əslində orada bizim səhvlərimiz var. Yəni müştərinin yox, bizim səhvlərimiz var. Üzr istəyirəm, sözü yanlış qalacaq. Hələ mən ikinci sualımdan ibarət olacaq ki, biz hələ ona gələcəyik. Yəqin ki, fikrini tamamlayanda yəni yeni tondan başlayarsan. Nədən başlamalıyıq? Nədən başlamalıyıq? Qəşəng sual. Hə. Yəni o səhvimizin əsasında mən elə istəsəm onu davam edeyim də biz nədən başlamalıyıq? Biz təbii ki, birinci müştərinin fikirlərini öyrənməliyik. İlk növbədə müştəri ilə görüş keçirdik. Onun nələr istəyir, yəni onların yaşam tərzi falan. Yəni o evdə məsələn bunların əsas birinci təbii ki, funksionallıqdır da. Yəni onları nəzərə alaraq, müştərinin istəklərini nəzərə alaraq onlara mood board göndərmək lazımdır. Yəni mood board göndərdin, hazırladın, göndərdin. Müştəri və yaxud da mood boarddan qabaq sən ondan müəyyən bir nümunə şəkil ala bilərsən ki, siz mənə göndərin məsələn nümunə şəkil olaraq ki, siz nə istəyirsiniz? Biz onun əsasında mood board hazırlayaq. Düz bizdə biraz fərqli qarşılanır o. Onu da yaşamışıq da ki, bir çox dizaynerlərin də başına gələn şeylərdir. Məsələn, biz müştəridən deyəndə ki, siz bizə məsələn şəkil göndərin nümunə olaraq, müştəri də bizə cavab verir. Bir neçə dəfə olub ki, deyir ki, mən özüm bilirəmsə, bəs sizə nə? Deyirsən ki, yox, sən bilmirsən. Prosta siz bilmirsiniz. Sadəcə mənə nümunə olaraq göndərin ki, biz ən azından başa düşək ki, siz nəyi bəyənirsiniz, necə bir şeyləri bəyənirsiniz. Və mood board hazırlamaq lazımdır. Təbii ilk növbədə mood board təqdim olunmalıdır və mood board əsasında da müştəri okeylərindən sonra onun dizaynına, layihəsinə başlamaq lazımdır. Layihə də ki, təbii birinci növbədə planlaşdırmadır, yerləşmədir filan. Onun əsasında da dizayn təyin edilib, üslub təyin edilib işləmək lazımdır. Yəni belə deyək də, interyer dizayner, eksteryer dizayner də həmçinin və ya qrafik dizayn fərqi yoxdur. Yəni memarın özü də ilk növbədə belə deyək, psixoloq olmalıdır. Və bundan da əlavə biz belə deyək, bizdə hələ formalaşmayıb hələ o. Məsələn, müştəri ilə biz görüşən momentdə müştərinin nə istədiyini qeydə alından sonra məsələn müddət söhbətində biz məsələn ortalama 30 gün götürülür də, yəni təhvil vermə. Yəni tam paketi. Tam paketi də yanılmırsa kvadratdan sonra olar o da. Bəli, kvadratdan sonra tam paketi. Yəni daxildə ölçü götürülür, müştəri ilə, daha doğrusu müştəri ilə görüşülür, söhbət edilir. Nə istəyir, nə istəmir. Bəli. Hətta onun musiqi zövqündən tutmuş, saxladığı heyvanlara qədər. Bunlar hamısı nəzərə alınır. Bunlar hamısı konkretləşdikdən sonra, ölçüyə gedəndən sonra, yəni bu paketə nə daxildir, tam planlaşmada nədir? Mebel yerləşimi, ilkin olaraq dizayner nədən başlayır, memar nədən başlamalıdır? Yəni mebel ölçüdən sonra memar yerləşimi, sonra dizayn, sonra gəlir onun texniki tərəfləri, yanılmıramsa, divar açılışları, elektrik, santexnik problemləri. Sonra gəlir onun 3D vizualizasiyası. Artıq 3D vizualizasiyada artıq mood board'un özü yanılmasa təqdim edilir ona. Yəni çünki yoxsa bu laf sırf əvvəldən başlamalıdır. Yəni burada paket seçimi var, rəng seçimi var, elektrik aksesuarları olsun, hamam aksesuarları olsun. Bunlar hamısı mood board'un daxilindədir. Onlar daxildir. Biraz məsələn bəzi o hallarda da səhvlər olunur. Məsələn müştərilər olur ki, bir detaldan başlayır, belə deyək də. Detaldan başlayıb evi müəyyən nəsə fikirləşir. Amma əslində elə deyil də. Əslində planlaşdırma olmalıdır, bölgülərdir, planlaşdırmadır falan. Ən axırda yəni detallardır, yəni dekordur. Bunlar ən sonda gəlməlidir də. Amma bəzi müştərilər bizdə olur ki, bəzi insanlar yəni daha əvvəldə o dekor barədə fikirləşir, sonra evin yəni dizayn formasını fikirləşir. Çünki bilirsiniz necədir? Yəni müştəri ilə dizaynerin baxış fərqlidir. Təbii. Yəni hər müştəri o
sifarişçi də, hər müştərinin sifarişçisi, hər sifarişçi onu beynində canlandıra bilməyə bilər. Çünki hər fərqli sahələrdədir. Biri başqa bir sahənin insanıdır, biri başqa. Yəni hər bir insan onu beynində canlandıracaq deyə bir şey yoxdur. Ola bilər ki, o fərqli bir şey fikirləşir beynində. Amma fərqli bir şeyi istəyir. Amma sən dizayner onu başqa cür fikirləşir. Yəni onun dediyin əsasında başqa bir şeylər fikirləşir beynində. Ona görə də moodboard lazımdır bizə. Moodboarddan sonra da təbii ki, bunu planlaşdırma, mebel yerləşməsi falan bunlar dizayn işləndirdikdən sonra da ki, bunu işçi layihəsini təqdim etməkdir. Müştərilə ən çox da memarı və ya dizayneri üzbəüz qoyan belə deyək Pinterest-dir. Yəni, məsələn müştəri olur ya, deyir ki, məsələn Pinterest nəyisə seçib, deyir mən bunu istəyirəm. Məsələn, amma o dərk eləmir ki, məsələn onun istədiyi, onun evi və ya yaşayış və qeyri-yaşayış obyektini tutan ki, bir kafe shop olsun. Gedir məsələn loft stilində bir Pinterest kafe shop tapır, deyir bunu mənə ver. Amma onun məsəl üçün tutan ki 50 kvadratlıq, 100 kvadratlıq, daha doğrusu 50 kvadratlıq kafe shopa məsələn deyirəm. Kafe shop biraz daha çox olur. Tutan ki 100 kvadratlıq kafe shopa 200 kvadratlıq kafe shopun dizaynını istəyir məndən. Hündürlüyü nəzərə almır, yerləşimi nəzərə almır. Ona görə də bir dənə əlavə sualdan sual doğrudur. Yəni ona görə bir dənə əlavə sual verirəm. Düzdür, təcrübə başqa şeydir. Yəni birinci layihədə, birinci işimizdə həmişə səhvlər olur. Amma sənin üzləşdiyin ilk çətin problem harda olub, nə vaxt olub? Yəni bu ola bilər bir neçə ildən sonra hansı bir layihənin içində başını tam başlamısan, gedişatda problem çıxır. O olur əlbəttə, yəni problemlə səhvlər həmişə olur. Yəni səhv belə deyək, insan faktorudur. Səhv həmişə ola bilər. Səhvdən heç bir sahədə elə bir şey yoxdur ki, yəni insanlar səhv eləməsin. Əsası bizim belə bir sahələrdə bu ölçü olan sahədir falan, burada çox şey var da. Səhvlər olur. Yəni yadıma sala bilmirəm, amma ki indi 15 ildir işləyir. Əvvəllər açıq səhvlər çox olur. Hətta yəni müəyyən təcrübəsizlik məsələn layihəni yerində belə deyim də təmir prosesini çox bilməməyimiz falan da praktik əsasında keçə bilib, amma çox da bilməməyimiz bəzi o vaxtlarda səhvlərə yol verirdi. Məsələn alçıpanın düşməsində falan elə olurdu ki, bəzən elə səhvlər olub ki, özümə sonradan gülməyə gələn səhvlər olub da. Amma yavaş-yavaş tədricən də adam müəyyən qədər düzəlişlər eləyir, amma demirəm ki, bugünkü gün səhvimiz yoxdur, bugünkü gün də səhv olur. Yəni olur bəzən elə səhvlər eləyirsən, texniki səhv ola bilər, sonra nəsə gözündən qaça bilər, belə bir şeylər ola bilər. Yəni olur, bu gün də səhvlər olur. Yəni dediyim kimi, məsələn, boyaqlama qaldı. Məsələn, ən çox da memarla, dizaynerlə müştərini, sifarişçini üzbəüz qoyan ən çox da Pinterest deyilən bir saytdır. Düzdür, Pinterest ən çox dizaynerin bəhrələnəcəyi bir yerdir, amma belə deyək, nə vaxta kimi bu dəyərdir? Bu kimin öhdəsindədir? Memarın, dizaynerin öhdəsindədir. Yəni fikrini dəyişmək nəzərdə tutulur. Çünki müştəri Azərbaycanda çətindir. Məsələn, son zamanlarda razıyam, belə gənc ailələrdə, gənc insanlarda daha çox dinlər görüşür. Onlar gəziblər, görüblər, Avropada səyahətdə çox görüblər, amma orta nəsilə və yuxarı nəsil yəni deyil, götürürəm Pinterestdən və ya hansıdan və ya başqa bir saytdan və ya qonşunun evi belədir, həm oğlunun evi belədir, sən də belə yığ. Deyilən belə bir şey var. Onu yəni çox yaşayırıq da. İndi bugünkü gündə yaşayırıq. Görürsən ki, sifarişlər məsələn olur ki, və Pinterest olsun və yaxud da ki başqa bir sən demiş məsələn kiminsə evində görmək, öyrəşilmiş biraz yerlərdən kənara çıxa bilmirlər də. Kənara çıxa bilmirlər. Baxırsan görürsən ki, məsələn yeni məsələsində gizli qapını baxırsan, demək olar ki, çox müştəriyə təklif edirsən, amma məsələn 10 dənə müştəridən onu baxırsan ki, 3-ü qəbul edir. Çoxu qəbul eləmir. Düz orada maddi söhbət də var, maddiyyat da var. Çünki gizli qapılar indi hal-hazırda Azərbaycanda normal belə deyim də keyfiyyətli olan 200 firmadır. O da qiyməti yəni o biri qapılara nisbətən daha yüksəkdir. Yəni onu hər adam məsələn bir evdə 7 qapı varsa deyək ki, onun qiyməti gedir bir 10 minə çıxır, amma məsələn bu birisi qapı ilə bir 4 minə çıxır, 5 minə çıxırsa, müştəri onun arasında seçim eləyə bilər də. Yəni baxır görür ki, bu qiymət söhbəti sabahki büdcə söhbətinə təsir eləyəcək. Ona görə ondan bəlkə də ona görə imtina eləyir, amma görüntü olaraq da, yəni onu tam olaraq dərk eləməyən, yaxud da dərk eləməyim deyim, qəbul eləməyən insanlar da yəni çoxdur.
bu gün fikirləşsən deyirsən məsələn təklif eləyir ki, gizli qapıyla yığaq, məsələn gizli plintuslarla yığaq falan belə. Dekorativ boya, məsələn divar boyalarını hələ son illərdə biz belə deyim də qəbul etdirmişik də daha çox. Amma əvvəl məsələn aboydan kənara heç kim çıxmırdı. İndi zamanla görsən ki, hə məsələn qəbul etdirirsən və işləyə bilirsən də. Yəni sahədə hələ belə kommunikasiyalar biraz tam qurulmayıb. Gənc nəsillərdə hə məsələn bax gənc ailələrdə görsən ki, istərsəməz insanlar daha da belə deyim də həm gəzir, dünya görür, dünya görüşü artır və bugünkü tələblərə uyğun olaraq onlar dizaynerlərə daha çox üstünlük verirlər. Bir evin layihəsinin dizaynerlə işləmək təbii ki, səni daha üstün mövqeyə keçirdir. Çünki sən bir var ki, əvvəllər daha çox görürdük də bu proseslər necə olurdu. İnsanlar ev alırdı, məsələn, evinə qədər pul qoyurdu, amma gedirdi dizaynersiz özü iş görürdü. Nəticədə nə olurdu? Bir ev neçə dəfələrlə dəyişdirilirdi. Çünki ortada nə dizayn olmurdu, nə usta onu görmürdü, nə müştəri onu görmürdü. Müştərinin fikrində yaratdığı bir şey olurdu. Yəni ustanın da fikrində başqa bir şey olurdu. Nəticədə gördün ki, axırda ortaya bir məsələn düzgün bir iş çıxmırdı. Və sökülmə, təzədən dəyişilmə, belə problemlər artırdı, gedirdi. Amma dizayner vasitəsilə işləyəndə təbii ki, düzgün dizaynerdə, yəni düzgün seçim edilmiş dizayner vasitəsilə işləyəndə o cəhətdən yəni sifarişçi və ustaya da çox böyük xeyri var əslində. Yəni usta və yaxud da ki, təmir briqadalarında da belə deyək, çox böyük xeyri var. Çünki o da görür nə işləyəcək və iş sahəsi əlində olduğu halda daha rahatdır onun üçün işləmək. Biri var, nəyisə gedib ölçəsən, biçəsən, biri var ki, hər şey öz əlinin altında olur, layihə əsasında işləyirsən, daha rahatdır. Ustalar da rahatdır, sifarişçilər də rahatdır ki, düzgün seçim elədiyi dizaynerlə işləsin. İndi dizayner sahəsində də çox boşluqlar var, dəhşət dərəcədə çoxdur. Özün də bilirsən, yəni kim gəldi Instagram açıb, neçəyə gəldi iş götürmək falan belə sabahlarda gedib rastlaşırıq da. Hal-hazırda bu dəqiqə mənim bir əlimdə iş var. Düzü biz orada başqa bir iş görürük, mebellə aid iş görürük. Amma məsələn orada kiçik bir kvadratdır. İndi sifariş sözdə görəcək ki, bunu özəldə mənə dəfələrlə təşəkkür edirlər. Çünki xırda elə bir səhvlər var idi ki, evdə. Yəni baxırdım ki, yəni çox yabırçı bir şeylərdir də. Məsələn, paltaryanı elə bir yerə qoymuşlar ki, gəlib otağın ortasına çıxmışlar və laminatın üstünə qoymuşlar. Yəni yabırçı bir şeydir. Biz onu təklif edəndə ki, mebel siz bura yox, niyə bura qoymuruq? Hə, sifarişdə özü də bir şok yaşadıq, xırda bir şokdur ki, bizə bunu deməyib baxın. Deyirik ki, çünki düzgün planlama yoxdur bu evdə. Məsələn, TV stand boylu bu divara və baxsan ki, burada funksionallıq yoxdur. Yəni biz insan divanda oturub televizora baxmağa ona heç bir rahatçılıq verməyəcək heç vaxt. Amma onun yeri dəyişdi, baxdıq ki, çox gözəl bir yəni proyekt alındı da və hal-hazırda bizi yəni bu gün bitirir orada işimiz. Çox razılıq eləyir də ki, yəni siz bunları dəyişməklə bizdə çox böyük bir köməklik eləmək oldunuz. Xırda detaldır. Ona görə amma dizaynerlərdə də çox səhvlər var. Belə anladığım qədərilə yəni funksionallıq, estetika və büdcə. Bunlar üçü də bir-birinə bağlıdır. Yəni az bir büdcə ilə gözəl bir estetik bir iş də çıxartmaq olar. Birinci növbədə təbii ki, funksionallıq. Evin əsas funksionallıqdır. Sən məsələn evdə elektrik yerlərdə rozetka qülçədir deyə də belə. Onların yerləşməsi falan hər şey insana təsiri var da. Sabahlar sən evdə indi insan daha komfort bir ev istəyir də özü üçün. Məsələn indi insanlar daha belə deyəndə oturağa meyllidir də. Məsələn oturdun divanın yanında taxtın rozetkanı falan. Yəni belə istəyirsən də adapteri taxtın, telefonu taxtın zaretka. Yəni bunun üçün bunlar daha çox üstünlük verirsən. Və komfort yaratmaq. Əsas birinci funksionallıqdır. Düzgün planlaşdırmadır. Bir də büdcə məsələsi. Büdcə məsələsi də yəni biraz ağırlı yerdir. İndi sən də rastlaşırsan, mən də rastlaşıram. Və bir çox dizaynerlər bununla rastlaşır. Nədir məsələ? Məsələn, biz sifarişçiyə deyirik ki, sifarişçi bizə müraciət edir. Məsələn, falan kvadrat evim var, onu dizayn etmək. Deyirsən ki, məsələn, siz təxmin nə qədər büdcə əsasında fikirləşirsiniz bu evə? Yəni biz o dizayn eləyəndə sizin o büdcəni nəzərə almalıyıq. Amma bizdə sifarişçilər onu düzgün qəbul etmirlər. Düzgün qəbul etmirlər. Məsələn, çox hallarda yanaşması belə olur ki, qardaş sən istəyirsən dizayn işlə, ondan sonra baxaq da biz görək
ona qədər yenirik. Yəni bu yanaşma əslində, yəni biraz bilmirəm onun nə ilə Bunu necə əlaqədardır. qaldıra bilər yəni? O açığı mən bilmirəm onun nə ilə əlaqədardır. Bilmirəm, yəni məsələn sən mən elə başa düşürəm ki, sən sifarişdən soruşanda ki, siz nə qədər büdcə ilə bu evə məsələn də təmirə pul qoymaq istəyirsiniz deyəndə, bəlkə deyirəm, onlar elə başa düşürlər, sifarişdə elə başa düşürlər ki, sən bunun dediyi məbləğə uyğun olaraq qiyməti tənzimləyəsən, məsələn də sən özündən nəzər tutmusan, məsələn 35.000 dedi, sifariş dedi ki, bunu 50.000, sən dedin ki, yox 50.000-lə eləyərəm mən bunu. Yəni bəlkə də elə fikirləşirlər. Yəni elə fikirləşirlərsə də onda da haqlıları var ha, çünki bu sahədə də yəni bu düzgün işləməyən adamlar çoxdur. Yəni fırlaqla iş görən adamlar çoxdur deyə. Qulağından ucundan qulağına kəsmə söhbəti. Amma yorğanı ayağa görə uzatmaq lazımdır. Amma yəni ən azından yəni düzgün bir şirkətə gəlmisənsə, düzgün müraciət elədiyin bir dizaynerdirsə, yəni sən inanaraq gəlirsən də ən azından da. Yəni ən azından kimdənsə məlumat alırsan, eşidirsən, falan gəlirsən. Ona sən büdcə haqqında aşağı-yuxarı məlumat verməlisən. Ki bu qardaş mən məsələn bu evə məsələn də 100.000 pul xərcləyəcəm. Yəni onu nəzərimdə tutmuşam da. O dizayner də o evi ona uyğun dizayn işləməlidir. Ki, yəni mən sabahlar çox şey verə bilirəm. Dizayndır, fantaziyadır. Yəni oturdun, işlədin, çox şey verdi. Yəni fantaziya yaratdın, amma sabah bunu reallaşdırmayandan sonra o şəkil üzərində qalandan sonra mənə onun heç bir marağı yoxdur. Mən həmişə layihə verəndə bəzən bizə belə deyirlər də, yəni çox adam da rastlaşır, deyir ki, bəs siz bunu sona qədər nəzarət eləyəsiniz və yaxud da nəsə də maraq. Deyirəm ki, təbii ki, mən marağındayam buna nəzarət eləməyi. Ona görə marağındayam ki, mənim layihəm layihə olaraq kağız üzərində və yaxud da kiminsə kompüterində, kiminsə telefonda qalmasın. Bu reallaşsın. Yəni sifarişçi mənə ona görə pul ödəyir. Falan qədər məsələn pulundan keçir, deyir ki, dizaynerdən işləyirəm. Dizayner işləyirsənsə bu reallaşmalıdır da. Bu reallaşmayandan sonra yəni bunun heç bir mənası yoxdur. Bu problemlərdən birisi nədir? Bu layihə gedişatında tutalım ki, o qiymətə də əslində daxildir avtor nəzarəti. Onun məsələn layihə tutalım ki, təqdim olunub bir qadirə iş görür. Layihənin gedişatını bir qadir öz istədiyini eləyir. Əgər burada bu yaxşıdır, ya bunu belə eləyə. Dizaynerə, memara xəbər verməmiş. Xəbər vermədən. Onu dəfələrlə onu daha çox əvvəllər yaşırdıq. Əvvəllər daha çox yaşırdıq. Belə deyim də bir 10 il bundan qabaq o problemlər daha çox olurdu. Onda necə idi? Onda sifariş olundu, dizayn işlənildi, təhvil verdik. Bəzən olurdu ki, elə götürdülər, getdilər. Sonra yəni uzaqbaşı bir dəfə çağırırdılar, gedirdik, baxırdıq. Deyəndə ki, məsələn biz yəni bu nəzarət, müəllif nəzarəti lazımdır. Oradan müəyyən bir təbii ki, əlavə məbləğ ödənilməlidir də müəllif nəzarəti üçün. Sifarişçi onu qəbul eləmirdi özündə. Fikirləşirdi ki, onsuz burada prorab var, təmir edən adam var. Yəni bunu elə eləyək də, niyə bura dizayner çağırıb ona da pul verirəm ki? Yəni bu yanaşma ilə başlayırdılar təmir eləyirdilər. Və üstündən bir neçə müddət keçirdi, bir təsadüfi yaxud da nəsə olurdu. Gedirdi, görürdü ki, heç bir bizim dizayn etdiyimiz heç əlaqəsi yoxdur. Yəni baxırdım ki, əlaqəsi yoxdur da. Yəni sən deyirsən, başqa bir şey eləyiblər də. Yəni sən başqa bir şey vermirsən, başqa. Soruşursan deyir ki, o yaxşı deyildi, dəyişdi, nə bilim bu yaxşı deyildi. Orada ustalar, təmir briqadası özünün istədiyinə uyğun olaraq və özünə rahatçılıq nə idisə, ona uyğun dəyişdirir də, istiqamətdə gedirdi. Çünki sən orada yoxsan və təbii ki, orada sən olmadığın yerdə hər bir problem sənin üzərində qalır. Bu dizaynerlə müştərinin ən kritik məqamlarından biridir də bu. Sabahdan nə olurdu? Məsələn, mən son illərdə də elə bir məsələ oldu. Bir işi elə təhvil verdi, getdi, tanıdığım adam idi. Onlar təmir özləri eləyirdilər. Təmir yəni prosesində mən demək olar ki, əvvəldə biraz iştirak elədim. Ümumi ustaları çağırdım, ölçə baş saldım falan, təhvil verdim, getdim. Sonra iş görüldü. İş görüləndən sonra elə oldu sonda biz mebel işinə elə oldu ki, bizə müraciət elədilər. Mebeli biz orada yığmalı olduq. Mebel yığanda dəhşətli biabırçı bir evlə rastlaşdım. Çünki yəni divarlar hamısı əyri, 90 dərəcə falan söhbəti yox evdə. Hər şeydə yəni rigin aşağısı şeyin divarın aşağısının yuxarısında fərqlər. Yəni belə bir biabırçı bir evə çıxarmışlar. Simmetriya falan ölçü zadı, yəni hamısı qarşı-qurşu oldu bir-birinə. Hə. Baxıram görürəm ki, oğlan da biraz məndən narazı kimidir. Deyirəm, nə oldu? Deyir ki, hə, danışığını da silirəm və yaxud da başqasından da eşitmişəm ki, hə, bu deyir, hə, Elvin dizayn verdilər, belə oldu, belə oldu. Hə.
Baxıram, deyirəm məsələn, səhvlər, bizim səhvlərimiz nədir orada? Deyir filan özü. Gedirəm baxıram görürəm ki, mənim layihəmdə var o ölçü, amma orada yoxdur. Məsələn, biz deyək ki, şey üçün tostorançanın, yəni bu robot tostorança məsələn qardırop otağının içində razika vermişik, amma orada yoxdur. Və yaxud da filan şey üçün vermişik, orada yoxdur. Layihəni göstərirəm. Müştəri özü baxmayıb axı layihəyə demək olar ki. Yəni baxmayıb. Baxanda da çox şey anlamır. Göstərirəm, hə deyirəm ki, bax görürsüz burada vermişik. Amma sizdə orada qoyulmayıb. Yəni o şey qoyulmamağı yəni müəyyən qədər sizin özünüzə səhv edirsiniz. Siz elə müəllif nəzarəti olaraq bizlə razılaşdınız, biz onu nəzarət eləsəydik, bu söhbətlər təbii ki olmazdı. Bu problemlər qismən də olsa, yəni yüksək belə deyək də, bir 70-80% yaxın problemlər həll olunsa da, indi əsas problemlər bilirsən nə deyil? Məsələn, sən deyirsən də 15 ilə yaxındır, bəlkə də 15 ildən çoxdur bu işin içindəsən. Bu arada xatırlatma edeyim, sən Instagramda daha çox Mer dizayn studiya kimi fəaliyyət göstərsən, sənin podkastda yəni YouTube və Instagramda paylaşanda sənin səhifən də orada qeyd olunacaq. Yəni bu problemlər məsəl üçün son 10 ildə yox olsa da, indi əsas problemlər o nədir? Hansısa mən kiçiltmək və ya alçaltma mənasını demirəm. Yəni hansısa bir kursu bitirir, dizayn kursunu bitirir. Və fəaliyyətə başlamaq üçün təbii ki, buna praktika keçmək üçün bir yer lazımdır. Praktika keçəndə məsələn hansısa bir özünə dizayn studiya deyilən bir şirkət, hansısa bir şirkət götürür özünə belə deyək, kiçik bir məbləğə, hansısa bir fiks məbləğə və gördükləri işdəki, yəni sadəcə multfilmdir də belə deyək. Məsələn adı baxırsan, işin son mərhələsinə baxırsan, paylaşılan işə baxırsan, orada məsələn spot işıqlanmaya baxırsan ki, yəni reallıqdan tamam uzaq. Burada divan qoyub, solğun divarlar, solğun parket, plintus bilmirsən hansı ölçüdədir və buna deyirlər dizayn. Yəni ona görə də məsəl üçün yenidən yəni əvvəlki suala qayıtmaq istərdim. Dizayn nədir? Dizayn biz necə görməliyik, necə başa düşməliyik və yenə də bu studiyalara qarşı necə bu dırnaqarası dizayn studiya biz mübarizə aparmalıyıq ki, biz çünki nəticədə müştəri sifarişçi əziyyət çəkməsin. Çünki müştəri sifarişçi belə studiyalara görə, yalancı studiyalara görə, belə bir qatillərə görə qeyd etdiyin işin içində çox əziyyət çəkir. Həm büdcəsi gedir, həm vaxtı gedir. Aləm dəyir bir-birdən. Nəticədə ortalıqda arada qalan memar və dizayner olur. Yəni bunu necə mübarizə aparır? Ümumi fikir mənfi yoxsa yox. Ümumi mənfi fikir formalaşır da. Yəni adama da daha çox təsir edən olur. İndi sən deyirsən məsələn praktika keçməkdə. İndi biz özümüz işlədiyimiz müddətdə belə deyək də, bir deməli 2009 falan biz başlamışıq. Mən özümdən götürəndə 2010, 2016-cı 17-ci ilə qədər mən şirkətlərin tərkibində işləmişəm də, 2 şirkətin tərkibində işləmişəm. Şirkətin tərkibində işləyir sən praktika yığırsan, yəni öz belə deyim də işində daha da belə deyim də təkmilləşirsən. Sən orada başqa bir memardan nəsə öyrənirsən, dizaynerdən falan keçsən, istərsən o da səni sənin işlədiyin daha şirkətlər biraz köklü şirkət olub da, artıq bazarda Bəli, hətta öz sözün demiş, normaldır da, belə deyim də, məsələn işləyirdi, bizim məsələn deyək ki, baş dizayner baxırdan ki, normal bir işin bilən falan, sən də ondan düzgün istiqamətdə nələrsə, nə belə deyim də, daha çox. Çünki dizayn o əvvəldə dedim, o elə bir sahədir ki, çox şaxəlidir də. Yəni hər gün yeni bir şeylər çıxır. Hər 6 aydan bir dəyişir bu. Hər 6 aydan bir dəyişir. Yəni hər gün də dəyişir və insan nə qədər dizayner o qədər çox beyin var, o qədər çox məsələn bu otağa oturduğumuz otağa hər dizayner başqa bir cür baxış eləyə bilər, başqa bir formada dizayn eləyə bilər də burada. Sən oturaraq sən baxarsan başqa bir şeylərsən, mən başqa. Yəni eyni bir şeyi heç vaxt mümkün deyil ki, yəni ikimiz də eyni dizayn verərik, o mümkün deyil də. Yerləşməsən eləyə bilər bəlkə də eyni. Məsələn stolu burada qoyaraq bizlərəm falan, amma baxışımız başqa olacaq da, rəngdə falan da, üslubda, nə bilim biz başqa bir şey təsəvvür edəcəyik, başqa bir şey verəcəyik, belə işıqlanması, nə bilim patologdan başqa bir şey. Yəni bununla o fikirləri dəyişdirə bilərik. Müştərinin, yəni deyəm, müştərinin sözsüz ki, yəni o bizim öhdəsimizdədir. Müştəri səhv eləyə bilər sevsində. Yəni deyəm, istiqamətləndirmə biz eləməliyik. Bəli, biz mütləq bizim boynumuzda. Bundan da biz hardasa belə də çox çətinlik çəkirik. Burada problem yaradan yəni də həm o şirkətlərdir, praktik olaraq işçini götürür, belə deyək də, onu mənimsəyir, haqqını vardırsa tapdalayır və o da sabahları 1 il, 2 il işləyəndən sonra həmən belə deyək, xəttə qalıb da, çıxa bilmir.
o istiqamətlə də eyni şeydə gedir. Həmin o da davam eləyir. Və bu da qiymətə də təsir edir. Mən tam paketi, yəni tam paket deyəndə burada yəni dediyim kimi ölçü götürmədir, eskizidir, planorovkadır, yerləşimi, sonra üstündə vizualizasiyasıdır. İşləyirdim bir kvadratlı məsələn 30 manatdan. O günlərdə bir neçə bundan qabaq Instagramda bir izləyici yazmışdı ki, neçədən işləyirsiz? Deyirəm 30 manatdan. O mənə qayıtdı ki, 5 manatda işləyənlər var. Hə, var, təbii ki. Yəni bu da və indi hal-hazırda çoxluq təşkil eləyir və indi biraz da rahatdır da. Məsələn Instagramda hamının altında da açdıq, səhifəni qoydu ora. Məsələn keçən səfərdə mən bir səhifə gördüm. Baxdım işlərinə, gördüm ki, öz işləri deyil də, yəni başqa işlər. İndi aşağı-yuxarı adam bu işin içində olanda tuta bilirsən və xətti bilirsən də filan kəsin dizayn, xətti filan ki, yəni baxanda bilirsən ki, məsələn bu daha çox rusların işlərinə oxşayır, daha çox Ukraynalıların işlərinə baxır və şəkillər də istər-istəməz gördüyünüz yəni insan Instagramdır, səndə çıxan başqa yerdə də çıxır ya başqa bir şey çıxır adam qabağına. Görürsən ki, kimsə nəyisə paylaşanda, yəni biri var, nəyisə paylaşırsan prosta, mən dizaynda xoşuma gəlir paylaşıram, okey, problem şey deyil. Amma bir də var o dizaynı sən özünkü olaraq paylaşma, o başqa məsələdir. Yəni mən yazdım ki, bu sizin öz dizaynınızdır. Gördüm heç bir şey cavab gəlmədi. Təbii ki, mən bilirəm ki, yəni öz dizaynları deyil, mən bilirəm ki, kimin dizaynıdır da görmüşəm. Və xarici dizayndır. Görmüşəm, hə, prosta yəni qoyublar. O insanlar da girir Instagramda axtarış edir. İndi məsələsində mən 2014-cü ildə Instagram səhifəsi açmışam, elə Mer dizaynda, elə həmin adından da 2014-dən başlamışam da. 2014-dən açmışam yəni səhifəni, 11 ildir. 2014-dən 2017, 18, 19-cu ildə daha aktiv şəkildə Instagramdan istifadə eləmişəm. Demək olar ki, indiki də sifarişlərin demək olar ki, çox elə o vaxtdan gələnlər, tanış olduqlarım, belə onun qohumu indi məsələsində belə işləyirdi. Sonra onun tanışı belə işləmişik. Amma indi onlar yoxdur. Niyə yoxdur? Çünki indi o vaxtda məsələn 5 dənə dizayn axtaranda bir 5-10 dənə dizayn şirkəti çıxırdısa, indi yüzlərlə çıxır. Və yüzlərlə çıxır, hər bir şəkil paylaşır, hər bir qiymət deyir, baxır, yazır, görürkən məsələn, həm biri deyir məsələn 15 manata, biri deyir 20 manata, biri 25 manata, biri deyir 7 manata, 8 manata. İnsanlar istərsənməz fikirləşirlər ki, istiqamətlərin də daha ucuz qiymətə, elə bu da şəkillərə baxır və inşa qoyub. Amma nəticədə nə olur? O şəkli verə bilir, amma onun ölçüləndirməsini verə bilmir. Əsas məsələ işçi layihəsidir, işçi planıdır. Onu düzgün verməyəndən sonra o layihə boş şeydir, atdın sonra getdi. Elə bir şəkil, elə Pinterestə şəkil götürdün, eyni bir şeydir də. Nə fərq oldu ki, heç bir şey fərq olmadı. Belə deyək də, yəni həmin o mənim müraciətən hansı demişdi, 5 manata işləyirəm. İşləyənlər var daha doğrusu. Mən də cavabında yəni mümkün şəkildə dedim ki, yəni o seçim artıq sizindir də. Təxmin üstündən hardasa bir 3 aya yaxın bir müddət keçmişdi. Mən də artıq unutmuşam da, yəni onu belə deyək. Yenidən mənim geri dönüş eləmişdi, amma WhatsApp üzərindən geri dönüş eləmişdi. Demişdi ki, bəs filan tarixdə mən sizə müraciət eləmişdim. Məsələn, qiymət məsələsindən razılaşmamışdıq. Başqa həmin bir nəfərə xanım dizaynə müraciət eləmişdi. Xanım deyəndə burada biraz səhv anlaşılmazlıq olmasın. Yəni əslində qalanda belə xanımların gözü tamam qəşəng olur. Deyir, yəni o da yeni başlayan olub da, qiymətdə düz olub. Deyir, aləmi vurub bir-birinə. Yəni girib təsəvvür edin, şaxta ilə tumbanı ayıra bilmir. Yəni belə deyək, MDF-lə laminatı ayıra bilmir. Ölçülərə səhv verib, aləm dəyib bir-birinə, indi bunu da yığışdırmaq lazımdır. Mən dedim, mən sizə 30 manat demişdimsə, yəni indi deyəcəm qiymət 60 manatdır. Daha çətin vəziyyət. Həm də çünki onu mən orada yığışdırmaq vardı, onu çətindir, özün də bilirsən ki, onu gəl yığışdır hardan. O elə bir əzilmiş maşını bir dənə səhv ustadan götürüb başqa təzə bir ustaya verirsən, elə bir şeydir. Yəni gənc belə deyək, ona görə deyirəm ki, bu qiymət məsələsində yəni ucuza qaçmasınlar da. Yəni biz belə deyək. Gənc necə ki mən özüm mebel sahəsində başlamışam. Mebel sahəsində fabrikdə, sexdən başlamışam daha doğrusu. Ustamın belə ayaqqabısını təmizləyirdim yeri gələndə. Yəni qabağına çay su qoyurdum ki, mənə nəsə detallı öyrətsin. İndi elə bir şey yoxdur. Kursu keçdim 3 aydan, 6 aydan sonra mən gələn vaxtı iş götürürəm. Promodik kursdan çıxıb iş götürmə. O elə əsas məsələlər oldu da. Yəni ən çox elə bu uçuruma aparan şeylər olardı. Kursdan çıxa bilərsən, okey. Kursdan sonra hamımız öyrənirik. Kursdan sonra praktika. Praktika keçməlisən sən mütləq şəkildə işləməlisən. Öyrənməlisən, səhvlər eləməlisən, öyrənməlisən, baxmalısan. Yəni
səhvlər eləyə müəyyən qədər vaxtdan sonra görəsən ki, hə sən rahat şəkildə bir sifarişi götürüb özün təhvil verə bilirsənsə, o vəziyyəti gəlib çıxandan sonra sən rahat işlə götürə. Amma sən özünə güvənmirsən, elə nə bilim maşın sürə bilmirsən, hələ tam olaraq çıxmısan yola, belə hara gəldi vurursan. Praktika üçün seçəcəyin yer də önəmlidir. Ola bilər məsələn üçün mən ilk 2 ayı maaşsız işləmişəm, yadıma gəlir. İnteriyer dizayner olaraq 2009-cu ildə başlayanda mən 2 ay pulsuz işlədim. Yəni baxmayaraq ki, ailə təzə qurmuşdum. Heç 1 il idi ailə qurmuşdum. Mən 2 il sırf işə öyrənmək üçün. Mən demirəm indi peşəkaram məndən yoxdur. Yox, mən də öyrənəcəyəm. Hələ öyrənə gedəcəm. Yəni mən 2005-in trendlərini 2004-cü avqustdan bilirdim. İndi 2006-nın trendlərdə, yəni iyun avqust aylarına çıxıb. 6 ay qabaqdan dəyişirdi. İndi də öyrənirəm. İndi də mənim bilmədiyim şeylər var, amma yenə də deyəmə, baxmayaraq ki, mən ilk olaraq mebel dizayner kimi başladım, sonra interyerdən dizayner kimi başladım, amma son 3 ildə 3D vizualizator kimi fəaliyyət göstərirəm. Amma məsəl üçün olur, məsəl üçün gəlirlər, görürəm, işlər gəlir. Həmişə onları da deyəndədir ki, məsəl üçün bunu belə eləmə, bunu belə eləmə, onu eləmə. Xətirlərini də deyir, söz deyə bilmirsən ki, deyən kimi deyirlər ki, budur, elədir, nə bilim, işləmək olmur, çətinlik dolanmaq falan. Yadımdan çıxmamış bir şey deyim, sözü də keçirəm. Deməli, mən həmişə, yəni, belə deyim də, indi gənc, özümüzdən gənc dizayner edeyim də, yəni, istəyərəm çatdırım ki, mütləq şəkildə mebel işində öyrənmək lazımdır. Sıfırdan başlayıb ondan başlamaq. Hə, mebel işini öyrənmək lazımdır. Bir ildə olsa, mebel sahəsində işləmək lazımdır. Yəni, interyeri işləyirsənsə, mebeldə bilməlisən. Yəni, ən çox problemlərdən də biri olur. Ergonomik mebeli bilməmək, mebel ölçüləndirməsini bilməmək. Mən bir il yarımda işləmişəm də mebeldə, 2 dənə mebel yerində işləmişəm doğrusu. Məsələn, orada nələr öyrəndim? Məsələn, çox şeydə adı laminatın qalınlığının 18 olması, 1.8 olması məsələn orada bilmişəm. Ora gedənə qədər, açıq mebelə gedənə qədər elə bilirdim ki, 2 sant olur. Ki çox adam bax, indi kimsə buna qalsa, hamı fikirləşir, doğrudan 1.8 imiş, amma 1.8-dir. Laminatın qalınlığı indi standartında elə qəbul olunub, elə nəsə nəzərə alıb elə ediblər də yəqin ki. Yəni onu biz 2 olaraq qeyd edirdik. Əslində 2 olaraq qeyd edəndə sən ümumi hündürlüyü məsələn verəndə orada 2 milli hamısı gəlib baxırda nəticədə məsələn 1 sm eləyirsə 1 sm təsir eləyir ölçüyə. Onlar hamısının təsiri var. Yəni laminatın qalınlığına, nə bilim ara məsafəsinin 3 milli verilməsinin, 2 qapının arasında, yəni bunları ona görə də mebeli müəyyən qədər mebeldə də praktika keçmək lazımdır. Normal tanınmış mebel firmalarında, istehsal olan mebel şirkətlərində gedib müəyyən qədər işləmək lazımdır ki, sən dizayneri daha rahat biləsən. Vacib də olsa, az maaş da olsa. Əslində mebeldə daha çox maaş verirlər belə baxanda. Yəni o birisi nisbətən. Interior dizaynə nisbətən, yəni maaş olaraq mebel sahəsində daha çox maaş verirlər belə və işi də daha ona nisbətən daha rahat olur. Yəni mən işlərində açıq rahat idi. Prosta interyer daha çox, təbii ki, interyerə maraq söhbəti başqa idi. İndi biraz mebel insanı belə deyim də standartlaşdırır. Sən standart bir şeylər işləyirsən, demək olar ki, ona görə də məsələn mənim maraq dairəmdə deyildi deyə mən oradan bildim, amma sadəcə praktik olaraq, yəni işi bilməkdən ötürü işləmək istəyirdim həqiqətən də. Ki indi də nəticəsini görürəm. Mən indi məsələn mebel layihələri olanda hamısını demək olar ki, özüm mebel planировkasını özüm çəkirəm, bölgülərini, is bölgüsünün, məsələn, şkafın, kuxunanın hamısında is bölgülərini özüm eləyirəm. Özüm belə deyim, istehsalata göndərirəm və o istehsalata demək olar ki, göndərdiyim ölçü əsasında istehsalata istifadə olunur, yəni istehsal olunur. Demək olar ki, şu olar ki, yəni bir problemlərlə də rastlaşmıram bu cəhətdə. Mən belə deyil. Bir dənə sualım var sənə. Mən məsələn istifadə elədim. Ən çox işlədiyim stil minimalist Japan stilləridir. Mən orada biraz özümü daha çox komfort hiss edirəm. Mənə məxsus olan Line Design Studiyanın özünün də loqosunda da var. Line, yəni xətdir, bir xət. M, bəli, minimalizm. Sən özün hansı stillərdə daha çox işləyirsən və sənin daha çox rahat olan hansıdır? Mən də rahat olan təbii ki, indi günün tələbatına olaraq minimalistdir, modern üslubdur. Yəni biraz belə deyim də rəng salarlarının olduğu bir işlər, üslublar daha çox marağımdır. İndi bizdən biraz o neoklasik söhbəti hələ tam
formalaşmır. Yığışılmayıb da belə deyək də. Yəni demək olar gələn müştərilər hamısı birinci növbədə onu deyirlər. Klassika deyirlər. Hə, o klassika deyil. Amma baxma ki, tam fərqli stillər. Fərqli stillərdəsində, amma ki, yəni demək olar ki, elə məsələn yayılmış bir şeydir. Hə, neoklassik olsun. Onun stilləri daha çox. Amma mən modern üslub, məsələn minimalist üslub, modern üslub daha çox maraq verir. Əslində daha çətindir. Nəyə qədər ki, elə bir insanlar elə bilirlər ki, məsələn modern üslub və yaxud da minimalist üslub ən rahat, əslində ən çətin üslubdur. Boşluq kimi görürlər, amma tam fəlsəfəsini bilmirlər. Fəlsəfəsi və sən orada rənglərin, tonların elə bir tutulma, ahəng yaratmalısan ki, sən o xırda bir belə deyim də çox hərəkətli olmayan bir yerdə, yəni maraqlı bir dizayn çıxardasan ortaya. Bir də var ki, məsələn, klassikada filan elementlər var, məsələn, lepkalar var, filan var, moldinglər var. Sən bunu yığırsan, yəni ən azından doldura bilirsən də hər bir şeydə, yəni klassikada olsun deyirəm, belə deyirəm. Amma minimalistdə o daha çətindir. Minimalistdə sən rənglərin, tonun filan ilə seçimlər eləməsən ki, oradakı o ahəngli, oradakı o keçidlər, yumşaq keçidlər gərək bir-birini tamamlasın ki, ən çox da minimalizmdə istifadə olunan gizli və kölgə plyuslardır. Bunu bilmək lazımdır. Bu haqqda məlumat olmalıdır texniki tərəflərdən və plusda lazımdır bilməli ağıllı ev sisteminə anlayışı olmalıdır. Bu ağıllı ev sisteminə daxildən də hamam aksesuarları, sensorlu işləyən su kranlarıdır, ya duş kabinlərdir. Onlardan anlayışı olmalıdır. Necə işləyir, necə olmalıdır, quraşdırılmasını. Hətta onun ustaları da yəni belə deyək də, hələm yoxdur Azərbaycanda. Demirəm, Azərbaycanda elə ustalar var ki, yəni dünyada və Avropada məşhur belə ustalarla başa-baş gələr. Yəni bəlkə də onlar da keçər. Ona görə məsələn üçün mən bir çox hallarda məsələn üçün ağıllı ev sistemlərini işləyəndə və ya minimalizm işləyəndə bunu daha çox distributorun özünün briqadasına verirəm. Bəli. O daha düzgün. Daha etibarlıdır və daha rahatdır. Yəni çox şükür ki, yəni belə deyim də, son illərdə Azərbaycanda da hansı ki əvvəl daha çox onu İtaliyada falan görürdük. İndi bizdə də məsələn ki, bəzi işıqlandırma şirkətləri var. Yəni biri yavaş-yavaş Samir Bay var. Məsələn, onların işinə çox xoşuma gəlir. Yəni əsl belə deyim də, layihəni onlara göndərirsən, onlar onun işıqlandırmasını hesablayırlar. Hara nə qədər işıq düşməlidir, hansı bildim Samirin nəsi var, bəli. Onların işləri məsələn xoşuma gəlir. Əladır. Yəni əsl belə deyim, professional yanaşmadır. Çünki sabahları işığın çox böyük önəmi var da. İşığın interyerə belə deyim, önəmi bəlkə də hər bir şeydən çoxdur, rəngindən çoxdur. Çünki işıq elə bir şeydir ki, sən bir otaqda, məsələn indi burada oturmuşuq da, işıqlar bizə elə təsir edə bilər ki, biz məsələn yarım saatdan sonra, 1 saatdan sonra yorula da bilərik. Elə də ola bilər ki, sən 2 saat, 3 saat rahat danışa bilərsən və yaxud da özünü daha rahat hiss edə bilərsən. O eyni ilə həmin söhbətlər, yəni ofislərə də aiddir, evlərə də aiddir. Yəni sən evdə yataq otağının işıqlanması ilə, məsələn qonaq otağının işıqlanması falan hamısı təbii ki, fərqlidir. Bunların rəng tonlarıdır falan, hamısı işıq tonlarıdır. Hamısı yəni fərqli olmalıdır ki, sən orada məsələn yataq otağında özünü daha rahat hiss eləyəsən, qonaq otağında olanda sən özünü daha rahat hiss eləyəsən. Ona görə də o işıqlara da çox vacibdir. Mən daha çox günəş işıqlarından istifadə edirəm, amma məsələn ağ işıqları çox istifadə edirlər. Yəni mənim ən belə deyim də pis olduğum bir şeydir. Məsələdir. Çünki ağ işıqlar insanı dəhşət dərəcədə çox yorur. Amma günəş işığı warm yellow da, yəni o yumşaq sarı belə deyək də, o işıq olanda daha rahat gəlir. Mənə görə odur, mənə görə də düzgün olan odur. Amma yenə də o otaqlardan asılı olaraq dəyişir. Belə, onu da məsələn bu gənc nəsillər, daha doğrusu bizdən daha gənc dizayn edən nəzərinə çatdırmaq lazımdır. Çünki belədir, ev mənim komfort yerimdir, mənim rahatlıq mərkəzimdir. Əgər bir insan evə gələndə dincəlmirsə, işığında və ya rəngində aqressiya yaradırsa, ondan sonra mən işdən çıxmaram və ya ofisdə qalaram, çöldə qalaram. Yəni bunun hamısını nəzərə almalıdır. Məsələn üçün tək hansısa yerdə praktika keçməklə kifayət olmalıdır. Yəni biz məsələn işə başlayanda, məsələn mən başlayanda 15-16 il bundan qabaq bizim əlimizin altında bu qədər material yox idi. İndi məsələn internetdə modellər özümüzün resurslar çoxdur. Yəni istənilən qədər məsələn üçün istər YouTube-dan olsun, istər məsələn axtarış ver, istənilən məsələn material haqqında orada yəni kifayət qədər məlumatlar var. Məsələn modelin özü, 3D modelin biz məsələn yarım günümüz alana gedirdi. Yadımdadır da biz 2010-da, 2010-cu ildə işləyəndə bir hardasa
yəni düz onda da 3D falan var idi. Amma bazı az idi. Bazı az həm də tam istifadə qaydalarını da bilmirdik açığı. O illərdə biz əlimizdə data yox idi o vaxtda. Biz birinci işlədiyimiz yerdə, birinci işlədiyimiz şirkətdə, belə deyək də, dizayn studiya idi. Orada biz neçə vaxtlar, neçə aylar açıq məlumatlı deyildik. Yəni o studiya falan sayt barəsində məlumatımız yox idi deyə hər bir şey özümüz modelləyirdik. Kravatı, stolu, hər şeydə özümüz modelləyirdik. Bəzi bir iki dənə stul falan şeylər var idi yadımda da. Hardansa onları da götürürdü. Yadımda deyil o jolalardan keçmə modellər idi. Şey vardı, Arctic nə idi? Belə bir səhifə vardı. Oradan yükləyirdi. Amma 3D falan bilmirdi. Sonradan bizdən daha böyük, belə deyim də, yaşlı olan dizaynerlər gəldi bizim şirkətə. Onlarla işlədik. Onlar daha çox praktikalara var idi. Və bizə o saati göstərdi, qeydiyyatdan keçdi, elədi falan. Ondan sonra onda da 3 dənə verirdilər də günə limit. Hə, 3 dənə verirdilər. Ki başladı limit 3 dənə. Elədim də, biraz çətinləşib dəksən, bahalaşıb daha doğrusu. Və ondan sonra başladıq ki, hə orada o bizə necə rahatçılıq gətirdi ki, burada məsələn kravatı modelləmə özün bilirsən də, nə çətin bir şeydir. Yaxud da başqa bir şey. Modelləmə vaxt aparır həm də. Vaxt aparır, sənin vaxtın daha çox hissəsi modelləməyə gedir. Sən belə onu ölçüləni bilməlisən, düzgün. Bəli, indi də modelləyirik, düzdür. İndi də bəzi şeylər modelləyirik. Yəni indi özümüzün belə deyim də o çəkdiyimiz dizimizi o modelləyirsən o söz. Anı daha peşəkar yanaşırsan. Hə, indi amma bir var o vaxtın sən çoxsunu aparırdı. İndi amma maksimum 1 saat. Əsas şeyləri sən belə deyim də məsələn deyək ki, divandır, franşizlər modelləmirsən, onları götürürsən. Və mebeldə yaxşı yadıma düşdü. Mebeldə məsələn yumşaq mebellərlə o biri məsələn tutaq ki, dolab olsun, mətbəx mebeli olsun arasında konstruksiya tərəflərində çox fərq var. Yəni yanaşma da fərqlidir. Çünki yumşaq mebellərin konstruktoru ayrıdır, mətbəx mebelinin konstruktoru ayrıdır. Yəni daha çox məsəl üçün yeni başlayanlara, məsələn mən özüm də bu hal-hazırda da məsəl üçün müəyyən suallarım olanda mebel konstruktorlarına məsələn məsləhət edirəm. Burada bunu verə bilərəmmi, vermək olmazmı, necə verimmi? Yəni ölçülərini yenə də soruşuram. Çünki yenilik olur deyə. Yəni soruşmaq da, yəni öyrənmək də eyib deyil, ayıb deyil. Məsələn indi elə dizayner var ki, söz deyirsən, xətrinə dəyir. Elə bir qardaş biz yeri gələndə məsələn praktika keçən öyrənəndə bizə işlənirdilər də, bizim üstümüzə qışqırırdılar da, bunu elə. Amma onlara rəğmən öyrənmənin xətrinə biz öyrənirdik. Düzdür, demirəm biz də falan kəsə kiməsə eləməliyik. Yox, öyrənin, soruşun. Hə, yəni az qalba olsun da, yəni elə bir şey olsun. Ona da razı idi ki, nəsə öyrənəydi. Amma indi içinə söz demək olmur. Məsələn, bir söz deyirsən, yəni küsür, inciyir, sanki elə bir... Buradan yəni nə var ki, yəni başqa, öyrənəcəklə bir şey, öyrən. Soruşdun, cavabını alacaqsan. Əlbəttə ki, öyrənməyiz vaxt gezdik. Çoxdur, yəni bu sizə PDF formatında, istər internetdə olsun, istər kitab halında, doludur materiallar. Nəysə öyrənmək istəyəncə indi hər şey var da. Hər bir şey, şərait çoxdur. Hər şey var. İstifadə eləmək lazımdır. Düzgün, yəni bu sifarişçi insanları da yəni şey eləmək lazım, incitmək lazım deyil. Çünki o insan sənə müraciət edir. Səndən nəsə belə deyim də şeydə umur da belə deyək də indeks lordindən. Səndən nəsə umur? Fikirləşir ki, dizaynerdir, bunun yanaşması fərqli olacaq və bu mənə düzgün istiqamət edəcək. Mən də rahat olacağam bir dəfə. Amma baxsan ki, əksinə biraz keçəndən sonra o qədər problemlər olur ki, əksinə onlar daha çox şey olurlar da yorulurlar, məsələn, bezirlər və yaxud da inciyirlər məsələn. O da ümumi dizayn anlayışına mənfi təsir göstərir. Və bir məsələn mən deyək ki, sifarişçiyəm, özümü onun yerinə qoyanda, gəldim bir dizaynerə müraciət elədim. Baxdım hər şeyə yerində, işlədi, problemlər yarandı, ölçülər səhv oldu, belə oldu, elə oldu. Ümumi formalaşma necə olur məndə? Mən fikirləşirəm ki, Azərbaycan dizaynerləri pis gündə işləyirlər. Yəni məndə bu formalaşdı, sabahları mən yenə də kimsə mənsə mən yanında deyəndə və yaxud da özüm başqa bir evim olanda deyirəm ki, yox, olsa mənim başıma da oynaşdı. Özüm eləyərəm. Hə, ondan sonra özüm eləyərəm də və yaxud da hansı ustanın şeyinə də köməyinə eləyərəm. O mənfi fikir formalaşdı və o insanda da getdi, daim olaraq getdi. Sifarişçinin ödədiyi, sən hansı ki əməyini satırsan da, o ödədiyin məbləğin haqqını vermək lazımdır. İlk öncə pulu fikirləşmək lazım deyil. İşi peşəkarcasına öyrən, zaten olsa pul öz gələcək. Axtarıb tapacaqlar. Və məsələn, belə deyək də, ona görə də bizdə Azərbaycanda dünya şöhrətli memar var, Sovetdən tanınan memarlarımız var. Dünya şöhrətli interyer və ya eksterior dizaynerimiz yoxdur. Var, məsəl üçün
Orxan adlı yanılmazsa dizaynerimiz var. Ferrari'də işləyir yanılmazsa. Hə, bildim. Bəli. Amma məsələn interior, eksteryer kimi məsələn dizaynerlərimiz Kərim Rəşid var, Amerikada yaşayır. Dünyaca şöhrətli məsələn dizaynerdir. Zaxa Xədid var, memar, konstruktordur, mühəndisdir. Allah rəhmət etsin. Yanılmazsa 2006-cı ildə dəyişib, 2006-cı ildə dünyasını dəyişib. Yəni niyə bizdə o yoxdur da? Yəni niyə olmamalıdır? Halbuki yəni kifayət qədər istedadlı bizə landşaft dizaynerimiz var, eksterior, interior dizaynerimiz var. Niyə dünya bazarından çıxmır? Yəni problem nədir? Yəni halbuki şərait var, imkan da var. Məsələn, yanılmazsa artıq 1 il olar çox adam tanıdı bu bazarda İlkin Qurbanov. New Yorkda yaşayır hal-hazırda. Yəni 1 ildən artıq köçüb ora. Orada həm fotoqraflarla məşğul olur, həm də interior dizaynla məşğul olur. Amma yəni istisna barmaq sayını çıxmaq şərtində demək olar ki, Avropada, ya Amerikada və ya dünyada tanınan dizaynerimiz yoxdur. Memar ola bilər var. Amma yəni dizaynerimiz yoxdur. Bəlkə də hə. Yəni bizim bildiyimiz qədər yoxdur. Açıq mən də bilmirəm, tanımıram. Məsələn Rus Ukrayna bazarından var, amma Qazaxıstanda var, amma bizdə yoxdur. Niyə də olmamalıdır? Amma biz ona görə deyirəm, öyrənmək, oxumaq, çalışmaq. Və Elvin, son olaraq biz özümüz də yəni deyirəm, gəncik. Baxmaq ki, məsələn 40-ın üstündə yaşımız. 15 ildən çoxdur, bəli. Məndə artıq mən 30-un üzərində. Məndə 40-ın üzərindədir. Mən 34-əm. 34, Allah xeyirli ömür versin. Səni qocaltdım mən deyəsən. Məndə 40-ın üzərindədir, amma 15 il az müddət deyil. Amma yenə də öyrənəcəyik də. Amma bununla bağlı öyrəndiklərin, gördüklərin əsasında gənc memar və dizaynerlərə məsləhəti nədir? Son olaraq, yəni podkastın, bugünkü ilk podkastımızın son olaraq məsləhətində nə deyə bilərsən gənc dizaynerlərə? Məsləhət müəyyən qədər indi belə nədən başlayır, nədən qutarsın? Danışımız əsasında demək ki, əsas yəni bir müəyyən tanınmış bir şirkətlərlə vasitəsilə əlaqə saxlasınlar, düzəlsinlər, praktika olaraq işləsinlər, müəyyən 1 il, 2 il işləsinlər, tam özün belə deyim də o sifarişi götürüb özüm təhvil verəcək bir vəziyyətə gələndən sonra ondan sonra rahat şəkildə işləmək olar. Və sabah sən gedib özün üçün studiya aça bilərsən və yaxud da başqa bir şey edə bilərsən. O halda eləsən. Amma indiki halda çıxıb bazara ümumiyyətlə bir Instagram açıb orada neçəyə gəldi iş qoyum 3 manata, 5 manata. Yəni bu o qiymətə olan işlər belə deyim də ona görə ondansa hava işlə. Yəni o açığı daha çox hörmətli olarsan. Nəinki məsələn götürün bir məsələn götürün bir 100 kvadраtlıq evi orada 300 manata, 400 manata, 500 manata eləyim verim və işi pis günə qoyum və yaxud da nə bilim o işi təsəvvür edə bilmirəm. Hə, yəni necə gəldi eləyim, incidim falan eləyim, problemlər yaşansın sabahları, bütün ölçülər heç bir düzgün gəlməsə belə ondansa yəni o işi havayı ilə daha hörmətli olur. Deyirəm ki, mən sizə hədiyyə eləyirəm. Hədiyyə eləyəndə sən sabahları o insan səndən də inciməyəcək. Çünki fikirləşəcək ki, bu mənim sıfırma ödəniş edəməmişəm, havayıdır. Yəni sən özün əgər praktiki olaraq sən özü gəlişdirmə şey eləmək istəyirsənsə, yəni praktika yığmaq istəyirsənsə də, yəni elə bir yığmaq istəyirsənsə, amma ən düzgün variant təbii ki, hansı bir normal şirkətlərdə gedib işləmək, müəyyən vaxt keçirmək, bir də mebelin mütləq şəkildə öyrənmək ki, mebelin vacibiyyəti həyatımızda daha çoxdur. Mebel elə bir şeydir ki, məsələn, kiçik bir mənzili ən çox necə daha rahat göstərə bilirsən? Bu, orada təbii ki, güzgülər də daxildir, rənglər də daxildir. İşıqlama da daxildir. Və mebeldir. Yəni mebel sən məsələn orada bir mebeli daha funksional vəziyyətə gətirməlisən də, kiçik bir mənzildə onun məsələn daha böyük göstərməlisən və daha komfortlu göstərməlisən. Sən orada necəsən? Məsələn mebellərin üzərində oynayırsan. Məsələn bir şkaf da onun bir tərəfin falan keçsin, bir tərəfi məsələn də kitab şkafı, o tərəfindən paltar istifadə edeyim. Yəni bunların üzərində oynayırsan da, ona görə də mebeldə müəyyən qədər bilmək lazımdır. Bazada, yəni başlanğıc olaraq, yəni mütləq şəkildə onu bilməlisən. Mütləq şəkildə mebeldə bilməlisən. İnterior dizayner olmaq istəyirsənsə, mebeldən də anlayışın olmalıdır. Bir də məsələn mən uşaqlıqda orta məktəbdə oxuyanda rəssamlıqla məşğul olmuşam. Düz rəssam deyiləm, amma ən azından rəng çalarlarından anlayışım var. Mən də deyərdim biraz rəng çalarlarını öyrənsinlər və məsələn işıqlanmanın və ya başqa tutan ki, parketi, taxta, şpon, bulan məsələn texnik tərəflərini öyrənsinlər. Öyrənmək çünki onsuz zaten praktikanın içində biləcəklər hər şeyi. O necə işləm, ölçü ilə zaten o hamısını biləcəklər praktikanın içində. Amma ən aslında yəni öyrənsinlər səbrlə
diqqətlə, necə deyərlər, işləyən beyin, görən göz arzulayırıq. Bəli. Allah razı olsun, çox sağ ol dəvətini qəbul etdiyiniz üçün. Səndən də. Görüşərik inşallah. Yəqin ki, İnşallah. Xeyirli olsun inşallah. 90 xeyrimiz dəyər. Axırımız dəyər. Axırıncı bir layihə olsun. İnşallah. Çox sağ ol. Daha da maraqlı qonaqlar gözləyirik. İnşallah. Görə kimlər gələcək. Daha maraqlı qonaqlar dəvət Var edəsin. bizə Fərqli sahələrdən. Bəli, bu ümumiyyətlə sahələrə aid məlumat olaraq. Bəli. Çoxdur. Məsələn, fotoqraf var. Rəssamlar. Və rəssam var, peşəkar memarlar var, məsələn, konstruktorlar var. İnşallah. Mebel sahəsində Bəli, olan. təbii. Həm mebeldə, həm mühəndis olaraq da məsələn inşaat sahəsində var. Hamısını. Həm özümüz öyrənəcəyik, həm də öyrənməyə vasitəsi olacaq. Çox sağ olun, təşəkkür edirəm. Sən də sağ ol.